Dağların qoynunda yerləşən Xocalı rayonunun Seyidbəyli kəndində həyat yenidən öz axarına qayıdır. Böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına dönən sakinlər illərlə həsrətini çəkdikləri torpaqlarda təsərrüfat qurur, ata-baba ənənələrini yaşadırlar. Əkbərovlar ailəsi də böyük qayıdışın sevincini yaşayan, kənddə öz təsərrüfatını quran ilk sakinlərdəndir. Ötən ilin sentyabrında doğma kəndə qayıdan ailəyə Dövlət Məşğulluq Agentliyi tərəfindən 21 baş qoyun təqdim edilib. Bu dəstək ailənin heyvandarlıq fəaliyyətini yenidən bərpa etməsinə imkan yaradıb. Bura addım qoyanda biz elə bilmişik ki, öz bax belə nəfəs alırıq, rahat yaşayırıq. O buz kimi bulaqlardan əyilib su içəndə bizə nə desən elə hər şey bəs eləyir. Buz kimi havası, qəşəng təbiət havaları, ağacları, otlaq sahəsi, qoyunları, quzuları aparıb sahədə otarılır. Yaxşı, hər şey yaxşıdır, rahatdır. Axşamüstü otlaqdan kəndə qayıdan heyvanlar arxaca salınır. Təsərrüfat sahibi qeyd edir ki, kəndə gələndən sonra təsərrüfatı böyüdüblər. Evdə çay süfrəsi arxasında davam edən söhbət zamanı ailə illərin həsrətindən sonra doğma yurda qayıdışın yaratdığı sevinc və qürur hissini bölüşür. Ailəmlə, uşaqlarımla, nəvələrimlə bir yerdə inşallah bir gündən sonra xoş gün yaşayarıq. 30 il çox əzab-əziyyət içində yaşamışıq. Palatkalarda, nə bilim, orada, burada da çox çətin. Şükür bugünkü günümüzə ki, biz bugün öz Seyidbəylimizdə rahat nəfəs alırıq, Qarabağımızdayıq. Yəni bu tarixə yazılan bir gündür ki, 30 ildən sonra həsrətini çəkdiyimiz torpaqlarımızda yaşayırıq. Allah Teala yenə deyirəm, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, cənab prezidentimizi qorusun, dövlətimizi qorusun. Bugün Seyidbəyli kəndində məskunlaşan ailələr doğma torpaqlarında yaşayır, çalışır, uzun illər həsrətində olduqları yurdlarında inamla yeni həyat qururlar.